ve bir gün seni hatırlayan sonuncu insan da dünyadan köçəcək. Ve həmin an sanki sen heç vaxt var olmamısan kim olacaq. Buna göre de hayatı udmaq veya qazanmaq mümkün değil. Doğulursan ve bir gün ölürsən. Aradaki her şey, pul, evler, maşınlar, bunların heç biri əslində sənə ait değil. Sürdüğün her bir maşın bir gün metal yığınına çevrilecek. Sahip olduğun her bir eşya ise sonda başkasına qalacaq. Amma bunu bildiğimiz halda belə hər səhər oyananda beynimizdə eyni sual dolaşır. Necə daha varlı ola bilərəm? Necə daha çox şey toplaya bilərəm? Halbuki biz artıq çox şeyə sahibik. Yeriyən ayaqlarımıza, yiyəcək yeməyimizə, nəfəs aldığımız havaya. Amma bəzən sadəcə bir qəza, bir xəstəlik ya da qəfil bir ağrı kifayətdir ki, həyatda başqa heç nəyin önəmi qalmasın. Hər şey yolunda olanda biz bunu görə bilmirik. Sadəcə hamı kimi şikayət edirik. Məhz buna görə biz özümüzə hər gün ölümü xatırlatmalıyıq. Çünki bu həyatın nə qədər kövrək olduğunu anlayanda xırda şeylər artıq bizi yormur və narahat etmir. Və yalnız o zaman insan həyatın gerçək məqsədinə yönələ bilir.